Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün anonslardan da gördüyümüz kimi qan azlığı anemiya, dəmir defisitli anemiyadan danışacağıq. Təbii ki, günün aktual və ağır mövzularından biridir. Bunları müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq onları sizə təqdim edim. Həkimləri Təkmilləşdirmə İnstitutunun müəlliməsi, tibb üzrə fəlsəfə doktoru, hematoloq Sevinc Əlifəttahzadə. Doktor, xoş gəldiniz. Eyni zamanda bizim dəyərli həkim terapevt, Bakı Sağlamlıq Mərkəzinin Təcili Yardım və Qəbul Şöbəsinin müdürü Sübhan Hacıyev. Doktor, xoş gəldiniz. Xoş gördük, çox sağ olun dəvətiniz üçün. Əslində, mən təşəkkür edirəm hər birinizə dəvətimizi qəbul edib, bu gözəl zamanınızı bizimlə bərabər keçirdiyiniz üçün. Mövzumuz anemiya, qan azlığı. Doktor, başlayaq elə sizdən. Bəli, hematoloq olaraq, giriş olaraq sizdən başlayaq. Ümumi qan azlığı nədir? Simptomları, əlamətləri, ümumiyyətlə niyə bizim orqanizmimizdə qan azlığı fəsadları başlayır, baş verir və bu gedişat gedir? Bunun kökü nəyə söykənir? Buyurun. Salamlayıram tamaşaçılarım. Əlbəttə ki, mən birinci başlamalıyam, çünki mən hematoloq kimi. Əslində, mən sizə bir şey deyim də, bu anemiyaların hamısı patoloji anemiyalar deyil əslində. Anemiyaların 20-dən çox növü məlumdur. Çox fərqlidir. İndi doktor da yəqin ki, əlavə eləyər mənim fikirlərimə. Anemiyaların hamısı patoloji deyil. Fizioloji anemiyalar da var, patoloji anemiyalar da var. Məsələn, fizioloji anemiyalar hamilə qadınlar. Onlar xəstə deyil ki, amma qan azlığı var bunlarda. Sonra uşaqların, kiçik uşaqların intensiv böyümə dövründə. Məsələn, biz bir raspaşonka alanda, biz onu uzağı 1 aylıq alırıq da. Niyə? Çünki bilirik ki, 1 aydan sonra bunu olmayacaq. Amma özümüz üçün elə almırıq ki, biz aldığımız bir neçə il giyinə bilirik. Deməli, onların intensiv böyümə dövrü olduğuna görə onların dəmirə daha çox ehtiyacı olur. Təkcə dəmirə yox da, digər kalsiyuma da, digər minerallara da, vitaminlara da ehtiyacı artır. Və əgər bunu biz əlavə eləmiriksə, bu, necə deyim, qan azlığı ola bilər, bu amma fiziolojidir. Ondan sonra da boyatma dövrü var uşaqlarda, yeniyetmə dövründə də. Bu zamanda bunların intensiv böyümə dövründə olduğu kimi daha çox dəmirə ehtiyacı artır. Buna görə də belə uşaqlarda da, yeniyetmələrdə dəmir azlığı olur. Amma bu fiziolojidir. Amma qaldı ki, patoloji anemiyaları, bunları biz bölək 2 yerə. Birincili anemiyalar, ikincili anemiyalar. Birincili anemiyalar olur ki, qapıdan girən kimi artıq həkim bilir ki, bu anemiyadır. Yəni, qan azlığıdır da. Zahiri görkəm göstərir. Artıq bizə qalır ki, bunu biz diferensiyasiya eləyək ki, bu hansı anemiyadır. Bunun üçün də biz birinci olaraq habitus, yəni üz görünüşündən. Çünki bütün anemiyaların demək olar ki, solğun vidləri olur, görünüşləri olur. Ondan sonra biz anamnez toplayırıq. Məsələn, deyək ki, dəmir defisiti varsa, hər bir anemiyaların özlərinin xüsusi bir, belə deyək də, anamnez sorğusu olur. Məsələn, əgər mən dəmir defisitindən şübhələnirəmsə, məndən də əvvəl xəstənin şikayəti olur. Divarı eşib yeyir, çiğ kartof yeyir, çiğ xəmir yeyir, bilmirəm, çiğ makaron yeyir. Artıq bir həkim düşünür ki, bu dəmir defisiti anemiyadır. Ondan sonra bizə nə qalır? Qanun ümumi analizi. Qanun ümumi analizində də həkimlər bilirlər, orada müəyyən belə deyək, göstəricilər olursa, göstəricilər bizə ikinci bir, belə deyək, istiqamət verir ki, daha biz nəyi yoxlamalıyıq? Ola bilər, orada talasemiya daşıyıcılığı ya talasemiyanın özü də ola bilər. Yəni, bu əlamətlər ola bilər onlarda. Artıq biz onu diferensiyasiya edirik ki, bu talasemiya daşıyıcısıdır, yoxsa dəmir. Çünki bunların ümumi analizdə fərqi olur ki, hemoqlobin aşağıdır, hər ikisində olur. Eritrositlər yuxarı ola bilər və yaxud norma həddində ola bilər. Bu talasemiya daşıyıcılığına gedir artıq. Bir də var, MDV deyirlər də, bu aşağı olur hər ikisində. Amma dəmir defisitində onların hamısı aşağı olur. Yəni, biz artıq burada ikinci istiqamətimizi bilirik. Sonra da biz dəmirin özünü yoxlayırıq. Dəmir aşağıdırsa, biz onu müalicə eləməliyik. Amma bir şey deyim də, bu indi həkimlərə aiddir əslində. Əgər o uşağın dalağı böyüyübsə, o heç vaxt dəmir defisiti anemiya ola bilməz. Onun yanaşı xəstəliyi ola bilər, deyək ki, gemolitik anemiya, məsələn, qan parçalanması olar, talasemiya ola bilər, digər qan parçalanması ilə əlaqədar olan xəstəliklər ola bilər, amma dəmir defisiti anemiya ola bilməz. Belə.
Amma ikincili anemiyalarda isə İkincili anemiyalar tutaq ki, uzun müddət xəstəlik keçirib. Hər hansı bir xəstəliyi keçirdibsə, onun fonunda bu yaranır. Onun fonunda yaranıb. Orada artıq biz həmin birincilini axtarmaq lazımdır. Bəli, bu da daha çox aktual və geniş yayılmışdır insanlar arasında. Bəzən də görürsünüz, burada çox həssas bir nöqtələr var. Demək ki, peşəkar yanaşması vacibdir. Doktor, anemiyanın eyni zamanda da genetik meylliliyi faktorları da var, deyilmi? Yəni, mütləqdirmi ki, bir ailədə anemiya daşıyır, qan azlığına əziyyət çəkən insanın övladlarında olması vacib, mütləq kimi gedir, yoxsa olmaya da bilər. Bu daha çox nəyə görə tədirginlik yaranır insanlarda? Daha çox maraqlananda anasında və atasında bu varsa, mütləq sadəcə hər gün onun bu elə qan azlığı xəstəliyə yoluxacaq kimi günlərini saymaq kimi göstərişlər olur. Buna görə soruşulur ki, bu irsi keçmə və bu genetik meyillilik faktoru nə dərəcədə özünü doğruldur? Ümumiyyətlə, tibbdə bir gen mühəndisliyi deyilən bir sahə, yeni bir sahədir. Bizim ölkəmizdə əfsuslar olsun ki, bu hələ ki tam inkişaf etməyib və yoxdur. Amma bir çox xəstəliklərin genetik bir kodlanmasında və ötürülməsində böyük bir rol var. Bu tək, belə deyək, hemolitik xəstəliklər deyil, eyni zamanda digər xəstəliklərdə də var. Amma bir növdən də bəzən pasiyentlərdən eşidirik, xüsusilə də gənc xanım pasiyentlərdən, mənim anamda da qan azlığı var, məndə də var deyə bir şey düzgün deyil. Yəni, qan azlığı varsa, sadəcə anası vaxtı-vaxtında aşkarlanıb, müalicə olunmayıb və səbəb aradan qaldırılmayıb. Anemiya belə bir xəstəlikdir ki, yəni bu qan azlığının növləri həm dəmir defisitli, B12 defisitli, fold turşu defisitli və yaxud da ki, doktor qeyd elədi, orada hemolitik anemiya var, digər növlərdə. Bunlar adətən hər hansı bir xəstəliyin bir, belə deyərdim ki, ikincili bir göstərgəsi olur. Məsələn, birinci növbədə mədə-bağırsaq xəstəliklərinin, çünki biz bilirik ki, dəmirin sorulması mədə-bağırsaq traktında böyük bir rol oynayır. Əgər orada bir problem varsa, xora varsa, malabsorpsiya sindromu varsa, bunlarda ciddi şəkildə dəmir defisitli anemiyalar daha çox üzə çıxır. Nəinki dəmir defisitli, eyni zamanda mədədə faktor kasla var ki, bunların yəni həmin o B12-ni bir özünə birləşdirib, sonra nazik bağırsaqda sorulmasına gətirib çıxarır və nəticədə əgər bunlar problemlər varsa, pasiyentdə bir qan azlığı əmələ gələcək, artıq bunun növünü sonraki bir məsələdə araşdırmaq. İkinci bir məsələ, bəzən xanımlarımızda hormonal problemlərə yönəlik bir fizioloji qanaxmaların çoxalması və bunlara zaman-zaman vaxtında düzgün yanaşmamalar qan azlığına gətirib çıxarılır. Bəli, bunların sonraki dönəmlərdə artıq xronikləşir. Xroniki inflamatuar anemiya var ki, bir çox böyrək xəstəliklərində, ürək xəstəliklərində, hər hansısa bir qaraciyər xəstəliklərində və yaxud da ki, bir revmatoloji xəstəliklərin özündə, yəni ki, hansı proses ki, xronik gedir, bu insanların eritropoezi qan yaranma sistemi çox ciddi şəkildə zədə görür və nəticə etibarilə bu insanlar daim qan azlığından əziyyət çəkirlər və birincili xəstəlik müalicə olunduğu zaman bu xəstələr təbii ki, hematoloji tərəfdən də təqibdə olub və müalicə olunmaları gərəkir. Bir də bəzi dərmanlar var ki, məsələn, bir çox belə deyərdim, onkoloji xəstəliklərin müalicəsində və yaxud da revmatoloji xəstəliklərin hansı ki, məsələn, metotrexat kimi dərmanlar vardır ki, bəzən steroid hormonlar vardır ki, bu insanlar bunları uzun müddət hər hansı bir bu və yaxud digər xəstəliklərə görə qəbul edir, amma bunlar da dəmirin sorulmasına və yaxud da digər qan azlığı növlərinə gətirib çıxara bilir. Doktor, dəmir defisitli anemiya. Bu əslində dəmir çatışmamazlığı və dəmir azlığını bəlkə də biz nə qədər danışırıqsa elə o qədər eşidirik. Ümumilikdə deyirlər qanım azdır, məsələn də bəsit dillə desək, amma bunun əslində kökündə yatan hansısa bir dediyimiz kimi də maddələrin ona təkan verməməsindən bizdə qan azlığı yaranır. Bunların da ən ümdə gedəni dəmirdir ki, ümumiyyətlə orqanizmə çox vacib olan maddələrdən biridir. Hansı ki, bildiyimə görə hemoqlobində artıq yaranmasına birbaşa dəstək olur. Hemoqlobinin özü də ki, bizim toxumalara oksigen verilməsində bilavasitə iştirak edir. Nə yaranır? Demək ki, hemoqlobinin yaranmasını azaldır və müəyyən bizim orqanlarımızda oksigen çatışmamazdır. Onun fonunda başlayır beyində başda sıxılmalar, ağrılar, gərginlik. Yəni, bəlkə də biz həmin anda baş ağrısından birbaşa istiqamət alırıq nevroloqa. Deyirik ki, başım ağrıyır, burada stres faktoru var, burada əsəbilik var yəqin, nevroloji məsələlər var. Bu səthi müalicə olunur, amma kökdən sağalmır. Siz keçən dəfə bizim proqramda da olanda bir söz vurğuladınız, dediniz, qan azlığı əslində bu nəticədir, səbəb deyil. Bunun səbəbi isə tam fərqlidir. Bugün indi istəyirəm dəmir defisitli anemiyaya toxunaq. Ümumiyyətlə, bu necə yaranır, bu nədən yaranır, niyə yaranır, doktor?
Mən əslində onu vurğulamaq istəyirəm ki, siz düz dediniz ki, biz belə hallarda səhv həkimə gedirik. Bizdə də belə bir şeylər olur. Gedir, deyir ki, gipoksiya olur, belə hallar olur. Biri deyir, ürəyim gedir, ürəyim sıxılır, halsızlıq olur. Biri gedir, baş ağrılar olur, gedir nevroloqa, bir də gedir kardioloqa. Onlar sözsüz ki, əgər daha dərin yoxlamağı bilirlərsə, yoxlayırlarsa, deyir, gedir bir qanıvı yoxla. Düzdür. Dəmir, sizə bir şey də deyim ki, bu dəmir difisli anemiya irsi deyil. Amma irsi meyillik var. Siz necədir? Bəzən görürsünüz ki, deyir ki, anam, doktor qeyd elədi ki, anam bundan ölüb. Bilirsiniz necədir? Anamda da olub. O vaxtı əvvəllər o qədər də bu qədər tibb inkişaf eləməmişdi. Bəlkə də onun hər hansı bir başqa bir xəstəliyindən. Bəli, bəlkə talasemiyası olub. Talasemiya daşıyıcılarında da dəmir azlığı həmişə olur, onlarda qan azlığı olur. Onu da son vaxtlar aşkarlanma var deyə artıq bilirik ki, hə, bunda talasemiya ola bilər. Çünki talasemiyanın özü elə elmə yeni bir elmdir. 50-ci illərdə gələn hələ 50-ci illərdə talasemiya haqqında sadəcə olaraq məlumatlar verilmişdi. Tam heç bilinmirdi ki, bu talasemiya ümumiyyətlə nə olan bir şeydir də. Qaldı ki, mən onu indi də deyirəm ki, dəmir defisiti nəticədir. Çox vaxt, doktor da qeyd elədi, mədə-bağırsaq traktının, belə deyək, mədə qastroptozdan ola bilər, mədənin hər hansı, daxili mədə, çox vaxt kişi xeylaqlarında mədə-bağırsaq qanaxmaları olur, qadın xeylaqlarında isə uşaqlıq qanaxmaları səbəb olur ikincili dəmirə. Buna görə də birincili olaraq əsas səbəb müalicə olunmalıdır. Ondan sonra eyni zamanda da gematoloqun kontrolunda olmalıdır. Bilirsiniz necədir? Bu əslində dəmir defisitli anemiyanın çox səbəbləri var. Amma bunun biri əsas odur ki, xəstə gematoloqa gəlir, deyir ki, mənim qanım aşağıdır, qan həkiminə gedir də, düzdür. Amma qan həkimi onu bir dənə qanlı müalicə eləməklə o düzəlmək deyil. Onu araşdırmaq lazımdır ki, siz dediyiniz kimi bunun kökündə nə durur? Bunun əgər burada həyatı göstəriş yoxdursa, o birinci əsas xəstəlik müalicə olunmalıdır. Əgər bunun qanaxması varsa, ginekologiya getməlidir, tutaq ki, ginekologjudur. Mədə-bağırsaq problemi varsa, mədə-bağırsaq həkiminə getməlidir və digərləri də hər hansı bir. Və yaxud da ki, dediyim kimi, bəlkə bunun qan azlığı talasemiyanın özü ilə əlaqədardır və yaxud talasemiya daşıyıcılığı ilə əlaqədardır. Birinci olaraq ilkin bunun dəmir defisitli anemiyalar ikinci xarakterlidir. Yenə də dəmiri müalicə eləmək lazımdır, sözsüz ki, amma əsasən əsas xəstəlik müalicə olunmalıdır ki, effekt görülsün. Çünki mənim dəfələrlə olub ki, bir xəstə gəlib, deyir ki, 18 yaşı var, 4 yaşından bu müalicə alır. Dəmir defisitli anemiya ilə. Yaxşı, bunu axı hər dəfə dəmirini yoxlayıb, buna dəmir əlavə eləməyin mənası nədir ki? Bunun kökünü araşdırsaydı, mən bir dəfə onun kökünü araşdırdım, o xəstə mənim yanıma cəmi 3 dəfə gəldi, sağaldı, daha gəlmədi. Ona görə də biz məsələn, çox vaxt həkimlər xəstəni simptomatik müalicə edir. Tutaq ki, deyək ki, baş ağrı verir. Və yaxud da tutaq ki, qarnı gedirsə, ishal varsa, deyir, doktor, bunun qarnı gedir, qarnı yığın bir dərman verir. Biz orqanizm Allah tərəfindən elə yaranıb ki, o bizim orqanizmimizə lazım deyilsə, onu çıxartmalıdır orqanizmdən. Və onun, belə deyək, təbii yolla sağalmasına imkan verməliyik. Yəni, biz hər hansı bir, bilmirəm, ishalı kəsən, ağrı kəsici, qanı artıran, məsələn, bugün mənim bir xəstə yanıma gəlib, deyir ki, mənim hər dəfə, uşağın 4 yaşı var da, demək olar ki, ayda bir dəfə bu uşağa qan vurulur. Niyə? Bu uşaqda dəmir defisitli anemiyadır. Baxıram ki, bunun hemoqlobin 84-dür. 84 dəmir defisitli anemiya ümumiyyətlə əks göstərişdir. Ümumiyyətlə, dəmir defisitli anemiyada qan köçürtməyin özü əks göstərişdir. 50-dən aşağı olarsa, hələ ki, onlar da 1 yaşına qədər olan uşaqlara sözsüz ki, vurulmalıdır. Çünki onlarda göstəriş var protokolla. Amma böyük uşaqları, tutaq ki, 5 yaşından yuxarı uşaqlara dəmir defisitli anemiya 50-dən yuxarıdırsa, hemoqlobinin qram litri, ona qan köçürmək əks göstərişdir. Onu dərman müalicəsi ilə düzdür, biraz gec ola bilər, effekt, amma hər halda bunun qan köçürməyə də ehtiyac yoxdur da. Bəli, amma effekt olacaq. Qan köçürmək bilsiz necədir? Çıxış yoludur. Həll olundu, bu simptomatikdir da. Bəs o bir həftədən sonra yenə düşəcək də yerinə.
yenə həmənki kimi olacaq. Və üstəlik də burada təkcə dəmir defisitli anemiyalardan getmir. Digər anemiyalarda var, məsələn B12 defisit var, fol defisit var. Ondan da danışacağıq. Bəli, onları da bir araşdırmaq lazımdır. Bəli, əslində komple müayinə aparmaq lazımdır doktor və bunun kökündə yatan məsələlər araşdırmaq üçün bəzən də biz elə ümumi qan üzərindən bunu vurduq, hemoqlobin düzəldi, sonraki etaplar da var. Mən elə özümlə bağlı deyim ki, məndə bu problem yaşanmışdır. Doktor, biz dəmiri, belə deyək də, hemoqlobini artıq göstəricini tarazladıq və ondan sonra mütəmadi aylara söykənəcək dərman preparatı içmək lazımdır ki, depoda dəmir göstərici qalsın ki, onun hemoqlobini belə deyək də öz fəaliyyətində zəifləməsinə təkan verməsin. Amma bunu bəzən də bu mexanizm ola bilər ki, doktor biz bilmirik, bəlkə də maariflənmə az gedir deyə onu düşünürük ki, elə hemoqlobin düzəldi, bununla iş bitdi. Dərmanlar içilmədiyi zaman, əgər bizdə hemoqlobin yüksəldi, içilmədiyi zaman nə baş verir? Yenidən geri dönüş olur, bəlkə də fəsad əvvəlkindən də bərbad olur, deyilmi doktor? Burada birinci növbədə xəstənin təbii ki, qan azlığının növünü və səbəbini araşdırmaq lazımdır. Yəni, bu nəticəyə gətirib çıxaran səbəbi araşdırdıqdan sonra əgər hal-hazırda aktiv bir qanama yoxdursa və yaxud da ki, qan azlığına səbəb ola biləcək bir prosedur gərəkdirən bir məsələ yoxdursa, bu zaman artıq bir də həm ferritin, həm tips yoxlanılır. Ferritin dəmirin deposudur. Belə deyək ki, qan azlıqlarında, xüsusilə də dəmir defisitli anemiyalarda ən tez erkən, belə deyək ki, nəzərə çarpan nəticənin düşməsinə və müalicədən sonra ən gec qalxan bir parametrdir. Üstəgəl tips də bizə imkan verir ki, bunun sırf dəmir defisitli anemiya olduğunu, yoxsa ki, hər hansı bir inflamatuar anemiya, yəni xroniki xəstəlik anemiya olduğunu bir araşdıraq. Bir də ki, sadəcə rəqəmlərə görə müalicə aparılmaz, pasiyentin özünə bir dəyərləndirmək lazımdır. Yəni, burada qaraciyər, dalaq mütləq şəkildə dəyərləndirilməlidir. Qan yaranma sistemi, mədə-bağırsaq traktı, palpasiya, perkusiya ilə xəstənin özünün anamnestik məlumatları tam dəyərləndirildikdən sonra, yəni birincili dediyim kimi xəstəlik sağalır. Bundan sonra artıq vəziyyəti stabilləşdirdik, hemoqlobin normal səviyyələrə yaxınlaşdı. Bundan sonra bəzən minimal olaraq 2, maksimal 6 aylıq dəmirin depolanma bir prosesi gedir ki, bu cür ferritinin də artıq tamamilə normaya düşməsi lazımdır ki, bu cür insanlarda, məsələn, dəmir defisitli, digər B12 defisitli anemiya və yaxud da ki, başqa bir xəstəliklər hər zaman özü ilə bir başqa xəstəliklər də gətirir. Məsələn, biz bilirik ki, B12 sadəcə bir qan yaranmasında deyil, eyni zamanda sinirsel problemlər gətirir. Və xroniki B12 defisitli anemiya miyelopatiyalara gətirib çıxarır və bu insanlar uzun müddət sinir problemlərindən və nevroloqlar tərəfindən müalicə olunmaq məcburiyyətində qalırlar. Bəli, elədir ki, var. Telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun. Buyurun, eşidək sizi. Mənim sualım orada oturan doktoradır. İndi gördüm, efir açdım, gördüm. Bəli, probleminiz nədir? Mənim özümdə hemoglobin aşağılığı var. Bir də körpəmdə də var o problem. Həm arıqlayıram, həm də çox zəif olam o aşağı olanda. Onu necə müalicə elətdirə bilərəm, onunla bağlı mən. Hemoqlobin azlığından əziyyət çəkirsiniz, düz başa düşdük. Bəli. Doktor, sualınız varmı? Hemoqlobin təkcə əslində hemoqlobin qanın ümumi analizində görsədir də, amma ondan sonra ikincili bir hemoqlobin ümumi analizidir də, yəni o birinci bizim analizimizdir. O bizə istiqamət verir, bayaq dediyim kimi, ikinci analizi yoxlamaq üçün də. Neçə yaşınız var? Xanım, neçə yaşınız var? Mənim 21 yaşım var, uşağım 1 yaş yarımdır. Hə, yəqin ki, burada B12 yoxdur, hələ dəmir defisitli anemiya olacaq. Çünki B12 defisit bu yaşda insanlarda olmaz, balaca uşaqlarda. Çünki B12-ni orqanizmdən çıxartdıqda 12 il vaxt lazımdır ki, defisit yaransın. Sözsüz ki, burada söhbət dəmir defisitindən gedir. Burada dəmir də ikinci olaraq dəmir yoxlanmalıdır. Ferritin də. Uşaqda ferritinə ehtiyacı yoxdur. Çünki hələ indi biz nə bu yaşda toplanma olmaz, nə də azalma hələ tezdir bunun üçün. Amma özü üçün həm ferritin yoxlanmalıdır,
həm də dəmir yoxlanmalıdır. Onu yoxlasaq bilərik ki, burada dəmir defisiti var, yoxsa yox. Siz əslən hansı rayondansınız, hansı bölgədənsiniz, onu mənə deyin. Telefon Cəlilabad rayonundandır. Telefon dəstəyi Cəlilabad rayonu, hə, orada elə Cənub bir şey, bölgəmizdə. talasemiyanın, çünki özünün daha çox yayıldığı zonalar var, ona görə mən soruşdum. Yəqin ki, dəmir defisitidir, onun üçün dəmir yoxlanmalıdır. Bəli, yoxlanmalıdır. Müalicəsi təbii ki, var. Bəli. Yəni bu xəstəliyin bəzən də 3 il müddətindən biz onları götürürük qeydiyyata. 3 il müddətində doktor da dediyi kimi onun deposu da dolmalıdır ona görə. Ki sonra Üzr istəyirəm, buyurun, bu doktor, tamam yaranmaz. körpü uşaq var. Biz bilmədik ki, bir əməliyyat yolu ilə olub, bəzən qeysəriyyə əməliyyatlarında da müəyyən bir qan itirmələr ola bilir. Eyni zamanda hamiləlik dönəmində də dəmirə və fol turşusuna daha çox ehtiyac olur. Pasiyentlər bəzən bunu qəbul etmirlər. Amma ginekoloq tərəfindən açıqçası yazılır. Verirlər, Amma nə dərəcədə effektiv olub olmadığını, bəzən də dispeptik əlamətlər olduğu üçün pasiyentlər bunu öz başlarına kəsirlər və sonraki süd vermə dönəmində də makro-mikroelement çatışmazlığına girirlər. Ona da bağlı ola bilər. Yəni tam kompleks şəkildə araşdırılması lazım. Yaxşı olardı ki, müayinə olunasınız və səbəbi tapılsın Əslində, ki, hamilə sonradan qadınlarda əgər müalicəsi. dəmir defisiti anemiya varsa, sözsüz ki, bu uşaqda da gepoksiya olacaq. Uşaq gepoksiya ilə doğulur. Çünki biz bilirik ki, gemoqlobin, orqanizmdə gemoqlobin 3 formada olur. Gemoqlobinin daxilində əslində oksigeni daşıyan gemoqlobin yox, gemoqlobinin daxilində olan dəmirdir. Dəmir bizdə niyə görə 2 valentli dəmirdir? Çünki özündən oksigeni ya karbon qazını alıb rahat vermək üçün. Orqanizmdə deməli ağciyərlərdən çıxıb arterial qanla gedən gemoqlobin oksigemoqlobindir. Oksigenlə zəngin gemoqlobindir. Amma gedib oksigeni toxumalara payladıqdan sonra olur dezoksigemoqlobin, rəngi biraz tündləşir. Sonra toxumalardan belə deyə karbon qazını özünə birləşdirib qayıdır ağciyərlərə. Bu olur daha biraz rəngi tündləşir, olur karboksigemoqlobin. Bu işi görən gemoqlobinin içində olan dəmirdir. Dəmir 2 valentli dəmirdir. Bəzən görürsünüz ki, bu boğulurlar, nə deyirlər ona? Metgemoqlobinopatiya başlayır, dəm qazından. Burada metgemoqlobinopatiya başlayır. Bu niyə belə olur? Bir gemoqlobinin içində 4 dənə atom, 2 valentli dəmir normalda belədir. Amma metgemoqlobinopatiya olanda, amma orqanizmdə milyardlarla gemoqlobin var. Təsəvvür edin. Bu milyardları vururuq 4-ə. Çünki hər gemoqlobinin içində 4 dənə dəmir var. 2 valentli dəmir. Görün, bu nə qədər effekti var bu karbon qazından oksigeni daşımaq üçün. Və təsəvvür edin ki, bu niyə görə onlarda birinci növbədə gepoksiya olur? Yəni, hava çatmır, tənəffüs çatmır, rəngləri də avazlayır, göyərir. Çünki ona görə ki, bunlarda bu 4 dənə dəmirin biri 3 valentlidir. O 3 valentli dəmir özündən oksigeni alıb verə bilmir. Təsəvvür, bu da söhbət əgər milyardlardan gedirsə, görün bu orqanizmə nə qədər pis təsir edəcək. Bəli, bəli. Əslində çox əslində toxunacaq məsələlər var və bilmədiyimiz çox məqamlar var. Reklam fasiləsinə ayrılırıq. Fasilədən sonra yenidən müzakirəmiz davam edək. Xatırladaq ki, bugün qan azlığı, anemiyadan danışırıq. Reklamlar. Reklam fasiləsi bitdi. Müzakirəni yenidən davam edirik. Bu günlərim qan azlığı xəstəliyindən danışırıq. Doktor, əslində elə B12-ni Sübhan doktor vurğuladı. Bu sinir sisteminin birbaşa oyanması, funksional biraz pozuntuya səbəb olması çox önəmlidir bu da bizdə qan azlığında, deyilmi? Bunun nə kimi? Əslində bunun yaranması və aldığımız o mənbə qidalara daha çox bağlanır ki, bu qidalardan da çox təəssüflər olsun ki, bugün ümumiyyətlə qidalardan imtina edənlərin sayımız daha çoxalır. Burada daha çox yumurta, ət, balıq məhsullarıdır ki, bunlar yəni yeyilmədikdə, tükətilmədikdə artıq bizdə bunun azlığı yaranır, deyilmi? Bəli. Və bunun funksiyası nədir? Bu haqda istəyirəm biraz danışaq. Əslində, həkimlər həmişə bir söz işlədir. Bütün fəsillərin meyvə və tərəvəzləri yeyilməlidir. Az da olsa, istəsən də, istəməsən də yeyilməlidir. Bu nə deməkdir? Niyə biz pomidoru qışda yeyəndə bizim deyirlər ağız dadımıza uyğun deyil? Niyə ağız dadımıza uyğun deyil? Çünki pomidor nə vaxt bitir? Yayda da məncə, düzdür?
o həmən vaxtı o torpaqda insana lazım olan mineral var orada. Və bu pomidor o mineralla biz torpağa yeyə bilmərik ki. Mineral da orqanizmin qeyri-üzvü maddədir. Kənardan daxil olmalıdır. Amma bizə mineral çox lazımdır da. Və o pomidor torpaqla bizim aramızda bir vasitəçidir. Yəni o mineralı bizə ötürür pomidor vasitəsilə. Elə də kələm, elə də digər meyvələr. Belə deyək, niyə görə B12-nin adı kobalamindir? Hansı torpaqlarda ki, kobaltın miqdarı çoxdur, o torpaqlarda bitən tərəvəzləri. Proses istədinizdə? Yox. O torpaqlarda bitən otlarla mal, heyvan qidalanır və onun mədəsinə gəlir kobalt düşür. Bu kobalt da simbiotiklər üçün ən belə necə deyim, onların ən çox xoşuna gələn bir qidadır. Və onlar daha çox aktivləşir, daha çox B12 sintez eləyir. Və bu B12 qanla gedir heyvanın əzələsinə və bu əzələni biz yeyirik. Yedik, mədəmizə gəldi, düşdü ət, ətin tərkibində B12. Mədəyə daxil olan kimi, mədənin turşuluğu deyək, mədənin fermentləri nəticəsində, onun sayəsində, onun köməyinə ətdən B12 ayrıldı. B12 ətdən ayrılandan sonra bu tək qala bilməz də, bu getməlidir 12 barmaq bağırsağa. Təsəvvür eləyin ki, bax, B12 də mədədədir. Kaslin faktoru da mədədə hazırlanır. Amma bunlar birləşə bilməzlər. Çünki çox vaxt elə bilirlər ki, B12-ni ifraz eləyən, sintez eləyən kaslin faktorudur. Bunu həkimlərin də çox elə bilir, elə deyil. Kaslin faktoru niyə B12 ilə birləşmir? Çünki onların birləşməsi üçün qələvi mühit lazımdır. Amma burada turş mühit var. Yaxşı, bu gedir bir protein istəyik, bu birləşir bir, belə deyək də, aktiv, çox möhkəm olmayan bir proteinlə birləşir, gedir, düşür 12 barmaq bağırsağa. 12 barmaq bağırsaqda da qələvi mühitdir. O ondan ayrılır, yenə də tək qalır B12. Və burada, bu həmən vaxtı, kaslin faktoru mədədən gəlir, düşür 12 barmaq bağırsağa. Onu özünə birləşdirir, B12 kaslin kompleks əmələ gətirir. Və bunu toxumalara keçirdir. 12 barmağı bağırsağa, toxumalarına keçir, qoyur, çıxır, gedir. Oradan da sonra gəlir transkobalamin 2 götürür, onu aparır toxumalara, artığını da aparır qaraciyərə. Qaraciyərdə illərlə toplanır, qalır ehtiyat halında. Depo. B12 vitamini əslində suda həll olan vitamindir. Və yeganə vitamindir ki, özünü yağda həll olan kimi aparır. Yəni, illərlə qaraciyərdə toplanıb qala bilir. Ona görə məsələn, B12-nin defisiti uşaqlar ola bilməz. B12-ni orqanizmdən çıxartdıqda 7 ildən 12 ilə qədər vaxt lazımdır ki, orada defisit yaransın. Ona görə balaca uşaqlarda çox vaxt həkimlər B12 yoxlamağa ayıbdır. Bu mümkün olan bir şeydir. Çox az hallarda, milyonda bir xəstə mən görmüşəm, bir dənə anadan gəlmə olur B12 defisiti. O uşaq çox ağır olur da, yəni ki, durumu ağır vəziyyət. Əziyyət çəkir, çox bəli. Yəni ki, bu da çox az hallarda rast gəlinir də. Yetkin insanlarda daha çox. Bəli, vaxtında bunu, amma B12-nin defisiti nə verir? Çox vaxt alkoqolizmlə məşğul olan insanlarda daha çox baş verir bu. Onlarda nə hansı hallar olur? Onların mədəsini renginə salanda mədənin relyefi hamarlanmış, atrofiya uğramış. Onların xovları var mədədə. Onlar hamarlanmışdır. Və o formada dilin üzərində olan məməciklər ki var, onlar da hamarlanmış. Ona görə belə insanların dili belə parıltılı görsənir. Qırmızı, laklanmış, glossit deyirlər, şişmiş kimi görsənir. Yəni belə bir dil, bir də ki sonra o yanında kəsirlər əmələ gəlir və belə insanlar turş bir şeylər yeyəndə onlarda ağrı hissi olur. Bir də ki, onlarda nə hallar olur, hansı şikayətlər olur? Ətə qarşı ikra hissi olur onlarda. Və o həmin o insanlarda birinci növbədə bədənində qarışqa kimi deyirlər, elə bil bədənimdə qarışqa gəzir. Sonra ataksiyalar inkişaf edir. Yəni ayaqları belə deyək, sözünə baxmır, düz getmir. Yəni ki, ayaqlar boşluğa düşür. Çox vaxt elə bir şikayətlər olur. O nevroloji problemlərdir artıq. Bəli. Doktor, dəmir çatışmamazlığı bir problem. İndi biz B12-dən danışdıq. Bir
bu dəmir defisiti bitsin deyə bunu da istəyirəm bir sizdən məlumatını alaq. Bir də dəmir çoxluğu da insan bədəndə ciddi fəsad yaradır, deyilmi? Demək ki, bu tarazlığı qoruyub saxlamaq lazımdır və bunu da bəzən dərman qəbulu zamanı ciddi problemlər, bəzən də dərman preparatı deyil yazılanda bu dəmir çoxluğu yoxlanılmalıdır. Çünki onu qəbul edən zamanda insan ciddi problem yaşayır. Demək, çoxluq da bir problem, azlıq ciddi bir fəsad. Bu tarazlamanı necə aparaq? Ümumiyyətlə, daha Nizamın bir beytində deyildiyi kimi, inci bir saflığı varsa suda, artıq içiləndə dərd verilir o da. Bəli, hər şey burada həm ifratında. avitaminoz, eyni zamanda hipervitaminoz diaqnozları olduğu kimi, dəmirin azlığı, defisiti olduğu kimi, çoxluğu da hemoxromatoz xəstəliyinə gətirib çıxarır və bu daha çox irsi bir xəstəlik olur. Bu cür xəstələrdə əgər müəyyən bir genetik analizlərlə təsdiqlənməlidir, çünki sadəcə, məsələn, ferritinin çoxluğu virus infeksiyalarında da ola bilər. Məsələn, pandemiyasını yaşadığımız bir COVID infeksiyasında və yaxud da ki, bugünkü gündə hər hansı bir infeksiyon proseslərdən əziyyət çəkən, iltihab proseslərdən əziyyət çəkən bir pasientlərdə ferritin artıqlığı ola bilər. Bu, dəmirin çoxluğu demək deyil. Bunun üçün həm qan ümumi analizi, serumdakı dəmir, ferritin, TIPS, bunlar ayrı-ayrılıqda yoxlanılmalıdır. Transferin saturasiyası. Bunlar dəqiqləşdikdən sonra şübhə varsa, yenə də bir genetik analizlərə artıq biz müraciət edirik. Həmin genetik analizlər müsbət gələrsə, bu cür xəstələrdə daha çox qan vermə aksiyalarına belə deyərdim ki, bunların birinci müalicəsi budur. Bəzən 3, bəzən 6 ayda bir qan vermələri çox. Qan axma ilə bədəndən sovrulub çıxarılması mümkün. Bəli, yoxsa ki, bu cür insanlar çox ciddi şəkildə baş ağrılarına əziyyət çəkirlər, dəmirin və eritrositlərin birləşməsi nəticəsində mikroblast durumlar yaranır və hətta onkoloji proseslərə qədər gətirib çıxara biləcək fəsadlarla üzləşirik. Hətta hər ikisində baş ağrıları hiss olunur, amma bunun çoxluğu və azlığı demək ki, dəmirimizin azlığı və çoxluğunu yoxlamaqda maraqlı olmalıyıq. Bizim telefon xəttimizdə tamaşaçımız bizi bayaqdan gözləyir. Əgər ayrılmayıbsa eşidək. Axşamınız xeyir olsun, buyurun. Hər vaxtınız xeyir. Mənim sualım həkimlərə idi. Bəli, buyurun, eşidirlər sizi, doktorlar. Mənim yoldaşım əsəb xəstəsidir. Çox həkimlərə getdi, çox yerlərə getdi. Düzgün diaqnoz qoymadılar. Alo. Bəli, əsəb xəstəliyi ilə bağlı. Düzgün diaqnoz qoymadılar. Sonra bu Qəbələdə Ofeliya həkim var, diaqnoz qoydu ki, panika taxtı. Amma müalicəsini götürür. Amma baş hərarətidir, beynin ortasındakı yanmalardır, qulağında fışıltılardır. Onlar hamısı yəni davam eləyir. Yəni, müalicə alsa da yəni davam eləyir. Hal-hazırda özü müalicədədir. Əllərində uyuşmalar, yol gedəndə sağa-sola getməsidir. Onlar hündürlük və çıxanda baş gidərlənmələri zadır. Yəni, hələ də durur müalicə elənsə də. Sizin indi sualınız yəqin ki, bu əsəb xəstə. Əslində, baxın, həkimə də gedilib və diaqnoz əsəblə bağlı, tam olaraq diaqnoz bu belə olmur, diaqnoz konkret olmalıdır və panik atak deyilibsə, panik atak təbii ki, müalicə olunur, amma bu indi hansı həkimə getmişsiniz bilmirəm, bunu sırf olaraq psixoterapevt və psixiatrlar müalicə edir. O da aylara söykənəcək bir müalicədir. Ən azı nəticəni 6-8 ayda görə bilirik. Yox, əgər onun fonunda bəlkə soruşursunuzsa, qan azlığı ilə bağlı problem, baş ağrısı verə bilərsə, tam olaraq aydın olmadı. Elə baş ağrı, biz bayaq danışdıq baş ağrıları, bütün baş ağrıyan insanlar əslində bəlkə də ola bilər qan azlığından, çünki insanlar özlərində də bunu daha çox müşahidə edirlər ki, bu qan azlığı insanda sadəcə oksigen getmir deyə, bu tam fərqli bir ağrı deyə əslində o ağrı. Nə qədər baş ağrı dərmanları da, bəli, içilsə də onlarda o ağrı bəli, çox ağır. Həmin anda bəlkə də fizioterapiyaya düşünürlər, daha çox da ki, doktor onu elə yazırlar da fizioterapiyalara. O da bir zaman itkisidir. Görün nə qədər bizim əleyhimizə işləmiş günlər gedir və nəticəsini heç bir ala bilmirik. Burada da bəzən çox yaxşı olardı ki, bizim doktorlarımız daha çox məsuliyyətli olardı. Yəni, öz profili üzrə olmayanları birbaşa yönətmək nə gözəl olardı ki, xəstələr tez şəfa tapsın. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Doktor, mən indi açdım televiziyaya, baxdım ki, qan azlığından danışırsınız. Məndə də qan azlığı var, 75% qanım var. Ürəkdən anji olmağa getdim. Həkim dedi ki, səndə çox tıxanma yoxdur, 20-30%, o da normaldır. Mən sinəm yanır, qoluma verir ağrı.
Suallarınız varmı doktorlar? Bir tək bir şey soruşacaqdım. Siz 75% deyirsiniz, yoxsa milliqram desiliterdir, yoxsa necə hesab, yəni hansı bir dəyərlərlə hesablanıb o? 75 qram litr yəqin. Hə, telefon dəstəyini asıb. Və yaşını da bilmək olardı da hər halda. Yaşından və angioqrafiyaya gedibsə bu artıq ən azından bir yaşlı bir xanımdır və yaxud da ki, heç olmasa orta yaşdan yuxarıda. Amma dediyi şikayətlər bu işemik xəstəliyin şikayətidir. Ürəyin işemik xəstəliyi nədir? Belə deyək ki, ürək əzələsinin və toxumasının oksigenə olan tələbatı ilə təchizatı arasında olan bir disbalansdır. Bu disbalans nəticəsində də, yəni bayaqki danışdığımız hipoksiya, yəni oksigen azlığı işemik prosesin həcmini daha da böyüdür və nəticədə miokard infarktına gətirib çıxara bilər. Kardioloji protokollar biraz fərqlidir. Məsələn, biz böyüklərdə bəzən 7 hemoqlobin və yaxud altında qeyri-stabildirsə qan köçürtmənin tərəfdarıyıqsa, onlar hətta 8-9 hemoqlobinə Sadəcə birbaşa yaşını qan istəyirdik köçürmür. bilmək, onu soruşuruq. Telefon xətt tamaşaçımız qayıdır. Yaşını bizə desin, yetər. Eyni zamanda burada angioqrafiyanın özündə də və yaxud da ki, hər hansı bir stentləmə prosesi olarsa, 100% ki, burada bir ateroskleroz xəstəliyinin bir nümunəsi var. Amma yəqin ki, qan azlığı o dərəcədə olub ki, götürməyiblər və burada birinci qan, yəni hematoloq və yaxud terapeut tərəfindən qanın miqdarının heç olmasa əməliyyat öncəsi normallaşdırılması istənilib. Yəni artıq xanımda bir takıntı hissi var ki, burada bir qan 70 yaşı var doktor. Tamam dedim, yəni bu angioqrafiya göstərişsə bu yaşlı bir xanımdır. Bəli. Dediyim kimi qan azlığı aradan qaldırılmalıdır. Bu zaman işemik prosesin həcmi də azalacaq, amma bununla bərabər kardioloji bir müalicədə təbii ki, alınmalı. 70 yaşı varsa, yəqin ki, onun eyni zamanda yanaşı olaraq həm dəmir defisiti ola bilər, B12 defisiti də yəqin ki, var onun. Ola bilsin ki, fol defisiti də var, indi onun görə şikayətlərini soruşaq. Onların ayrı-ayrı şikayətləri olur, ondan bilmək lazımdır. Mən bayaq o siz dəmir artıqlığına istəyirəm dayanım onun üzərində. Baxın, dəmir artıqlığı hər insanda olmaz. Dəmir artıqlığı o insanlarda olur ki, kifayət qədər o dəmir qəbul eləyir. Bu çox vaxt olur talasemiyalı xəstələrdə. Çünki talasemiyalı xəstələrin eritrositləri normadan az yaşayır. Sağlam insanların eritrositləri 120 gün yaşayırsa, elə bir statistika yoxdur əslində ki, onlarınki nə qədər yaşayır. Çünki heç öyrənilməyib də, öyrənmək mümkün də deyil, mən düşünürəm bunu. Çünki bəzi insanlarda bunların eritrositləri 4-5 gün yaşayır, bəlkə 40-50 gün yaşayır. Hər halda 120 gündən az yaşayır. Çünki bunların nə qədər o asılıdır, onların eritrositlərin yaşaması xəstəliyin gedişatından nə qədər çox tez parçalanırsa, bir o qədər o xəstələr ağır keçirdir. Amma məsələ ondadır ki, talasemiyalı xəstələr talasemiyanın özündən ölmür. Çünki talasemiyanın belə deyək, canı qandadır. Nə qədər ağır xəstə gəlsə, ona qan vuran kimi dirilir. Onların problemləri başqadır, başqa şeylərdən ölürlər. Son zamanlar talasemiyalı xəstələr ölmür. Hətta evlənirlər, uşaqları da var. Amma onlar tam sağlam insanlarla evlənməlidirlər. Onların uşaqları amma 10 dənə də olsa, 2 dənə də olsa daşıyıcı olmalıdırlar. Çünki birindən sağlam gen alırsa, birindən xəstə gen alır. Və bunlar əvvəllər ölürdülər. Yəni bu insanlar həm onların dərmanları, qanları pulluydu, müflisləşirdilər. Bəli, həm də bahalı əslində. Bəli, axırda da ölürdülər. Hal-hazırda dövlət proqramına daxil olub. Ondan əlavə həm bunların qanı da, dərmanları da hamısı pulsuz verilir. Həm də ki, bunların, necə deyək, bunlara xelator terapiya aparılır. Çünki mən dediyim kimi, onlar nədən ölürdülər? Onlar dəmir yüklənməsindən. Hansı orqana ki, dəmir yüklənir, o orqan çatmamazlığından ölürdülər. Bəli, bizim növbəti reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra qan azlığının ürək, damar xəstəliklərində nə kimi rolu, bu haqda da danışacağıq. Necə ki, xanım elə bəlkə də o problemlə fonunda bu qan azlığını da yaşayır. Qısa reklam fasiləsi, sonra yenidən müzakirəmiz davam edəcək. Reklam fasiləmiz bitdi. Yenidən müzakirəmiz davam edir. Xatırladaq ki, bugün qan azlığı xəstəliyindən danışırıq. Mövzuya keçməzdən öncə Tibet Uzunömürlər Klubu ilə bağlı istəyirəm qısaca bir danışaq.
düz dənizimizin sahilində yerləşən, əslində təbii üsullarla, Tibet müalicə üsulu təbii ki, məlum məsələdir və bu unikal təbii üsullarla müalicə metodu aparılır. Mütəxəssislər tərəfindən dərmanların gündəlik istifadə qaydası bir neçə xəstəliklər, anadan gəlmə yaranan xəstəliklər istisna olmaqla sonradan yaranan psixoloji, nevroloji, təbii ki, bir neçə baş, ayaq, oynaq ağrılarını fonunda müalicələr aparılır. Təbii ki, mütəxəssislər tərəfindən təyinatı üzərindən və xüsusi vannaların qəbulu. Onu da vurğulamaq istəyirəm ki, uzaq ərazidən təşrif buyuranların gecələnmək üçün otel və otaqlarla təminatı da məhz həmin müalicənin daxilində aparılır və ehtiyacı aşağı olan, belə də imkansız ailənin övladlarına isə müalicələr təmənnasız olaraq aparılır. Əlaqə nömrələri ekranda görsənir. Təbii ki, müraciət edərək o haqda daha geniş bilgi məhz bu nömrələrdən almaq imkanınız var. Hər kəsə əslində sağlamlıq arzulayaq, heç kəs xəstələnməsin, amma nə edək ki, xəstəlik qaçılmaz və danılmazdır. Nə qədər ki, yaşayırıq, o qədər də xəstəliyə düçar oluruq. Doktor, ürək-damar xəstəlikləri ilə bağlı reklam öncəsi də vurğuladım. Qan azlığının ürək-damar xəstəliklərindəki rolundan danışmaq istəyirik. Bu xəstəlik hansı xəstəliyin fonunda yaranır? Ya mütləqdir ki, bu xəstəlik varsa, ona da doğru meyilli olacaq. Deməli, bildiyimiz kimi ürək-damar xəstəlikləri böyük bir əksəriyyəti xroniki xəstəliklərdir və bu xəstəliklər bəzən ömrün sonuna qədər müalicə gərəkdirən bir durumlardır. Və biz dedik ki, xroniki xəstəliklər zamanı bir anemiya hər zaman görülən bir haldır. Bu yüzden bu cür xəstələrdə ikincili qan azlığı hər zaman daha diqqət önündə alınmalıdır və mütləq şəkildə bu qan azlığı müalicə olunmalıdır. Əks halda birincili xəstəlik daha ciddi, aqressiv şəkildə özünü biruzə verib fəsadlaşacaq. Məsələn, biz bilirik ki, qan azlığında ürəyin digər toxumalara, hüceyrələrə və periferik orqanlara qan axımını artırmaq üçün kompensator olaraq ürək döyüntüləri artır. Və bu ürək döyüntüsü artırsa, ürəyin işemik xəstəliklərində, ürəyin ritm pozulmuqlarında bir provokator rol oynaya bilər. Məsələn, səhrici aritmiya, hər hansı bir Burqada sindromu və yaxud da ki, deyərdim ki, supraventrikulyar taxikardiyalar belə daha da tezləşə bilir və nəticədə ürəyin ritminin biz bilirik ki, sağ qulaqcıqdan başlayan bir sinus ritmi olmalıdır və bu ritm nöqtəsi dəyişə bilir. Bu zamandan sonra artıq insanlarımız kardiostimulator gərəkdirə biləcək bir durumlara girə bilərlər. Eyni zamanda ürəyin işemik xəstəliklərində işemik zonların böyüməsi, artması və bu sadəcə aterosklerotik xəstəliklə kifayətlənməmək və nəticə etibarilə miokard infarktı ilə bəzən də qəfləti ölümlərə gətirib çıxara biləcək bir durumlar olur. Çünki var olan bir qan azlığı daha da xroniki xəstəliklər zamanı artırsa, bu nəinki ürək, eyni zamanda bir beyin damarları və nəinki ürək infarktı, eyni zamanda beyin infarktı da bizim insult dediyimiz durumlara gətirib çıxara bilir və zaman-zaman artıq bu cür proseslər geriyə dönməz bir hal alırlar və sağalan dövrdən sonra da insanlarımız əfsuslar olsun ki, bir invalidlik dərəcəsi alırlar, əlillik dərəcəsi alırlar. Bəzən də bir kimlərəsə və yaxud da ki, hər hansı bir tibbi yardıma, köməyə, tibb işçilərinin daim yanlarında olmasına möhtac qalırlar. Biz bilirik ki, bizim mentalitet üçün bu da bir yol verilməzdir. O yüzden yəni bir şiddətlə tövsiyə edərdim ki, birincili bir xəstəlik varsa, ikincili qan azlığını dərhal göz önündə bulundursunlar və nəticə etibarilə bu xəstəliyi müalicə etsinlər. Tam doğru vurğuladınız və bir neçə əslində ürək-damar xəstəliklərinin ciddi bundan əziyyət çəkən insanlarda bunlar yaşanır deyə və hətta ki, nəzərə alsaq ki, ürək-damar xəstəlikləri hər zaman insanda bir panika yaradır və bunun da fonunda artıq o da özünü göstərir. Nə qədər ağrılığa, acılara bizi gətirən bu qan azlığı xəstəliyi, doktor, amma çox bəsit yanaşırıq biz buna. Çox təəssüflər olsun ki, bunun müalicəsini körtəbii və kutsal üsullarla evdə özümüz etməyə başlayırıq, doktor. Müəyyən bir tərəvəzlərin bir-birinə şirəsini qataraq içdim və bu məndə çox yüksək qan artıracaq kimi belə deyək, əminliklə özümüzə inandırmağa çalışdığımız reseptlər gündəlik, amma mən onu əminliklə bilirəm ki, bunlar qan artımında heç bir rol oynamır, deyilmi? Bu haqda istəyirəm bu məsələyə toxunaq ki, bu tərəvəzləri daha çox çuğundur, alma şirələri, kök şirələri, bəli.
Siz gematoloqların yaralı yerini toxundunuz. Çünki bəzən gələrək, ay doktor, mən uzun müddətdir ya uşağa, ya özümə elə belə ki, qırmızı rəng varsa, qırmızı rəngdə qan var da, yəni. O qırmızı rəng eritrositlər olmalıdır. Çuğundurda hardandır qan? Eritrosit hardandır? Yəni ki, çuğundur soku içdim, alma soku içdim. Bunların heç biri qan deyil. Bunlar heç biri qan artırmaz. Birincisi ona görə ki, onlar 3 valentlidir, qana soğurulmurlar mədə-bağırsaq traktından. Daha doğrusu çətin soğurulurlar. Çoxsu itkiyə gedir. Əksinə bunlar yükləyirlər qaraciyərlərinə. Sadəcə olaraq, əgər qan azlığı varsa, mütləq qan preparatları olmalıdır. Qan preparatları ilə müalicə olunmalıdır. 2 valentli dəmir ki, daha çox soğurulur. Amma sadəcə olaraq qidalanma ilə elə bir həkimə bir növ kömək eləyirlər onlar. Yanaşı olaraq qidalanmasına da baxmalıdırlar. Amma da çuğundur yox, belə deyək, qreçka yox. Əslində ən çox qreçkadadır. Amma qreçka bitki tərkibli olduğuna görə orada 3 valentli də soğurulmur da, yəni çətin soğurulur. Bunun soğurulması üçün də orada var ferroreduktaza, fermenti. Hə, bu vitaminlər deyək də, alma, deyir alma, deyir qızıl əhmədi almadır, deyir dişlədim, qaraldı. Və dəmirim artdı. Bu deyir, yox, dişləyib qaralıb, bu pasdır. O pas deyil, o xromdur birincisi. Orada pas yoxdur, dəmir də yoxdur. Sadəcə olaraq onların tərkibində, o meyvələrin, ya çuğundurun tərkibində vitamin C-nin miqdarı çoxdur və vitamin C də mədə-bağırsaq traktından dəmirin soğurulmasına kömək edir. Amma təsəvvür edin ki, əgər biz ət yeyiriksə, ən çox ətdən soğurulacaq. Ət yeyiriksə, o elə ekvivalentlidir. Onun, yəni vitamin C-yə ehtiyacı yoxdur. Öz-özünə soğurulub gedir. O bitki tərkibli olan, məsələn deyək, hansının tərkibində ən çox qreçkadadır da deyək ki, yeyiriksə, mütləq onun yanında bir alma yemək lazımdır ki, onun soğurulmasını artırsın. Və salam. Amma qaldı ki, qidalardan hansına ən çox mal əti, malın dili. Malın dili ən çox 95% soğurulur. Qaraciyərdə də çoxdur dəmir, amma qaraciyər soğurulmur. Qaraciyər çiğ halda olanda daha çox soğurulur. Onu da yemək biraz müşkül məsələdir. Bəli. Amma biz onu qaynadırıqsa, o parçalanır. Parçalanır. Bəli, artıq onu nəzərə almaq lazımdır. Bəli, nəzərə almaq lazımdır. Bəzən də hər zaman deyirəm bu sözü ki, doğru bildiyimiz bir çox yanlışlıqlar var. Növbəti tamaşaçımız var. Əgər ayrılmayıbsa telefon xəttindən eşidək sizi. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir. Doktor, mən sizdən bilirsən nə soruşdum. Mənim 73 yaşım var. Bəli. Belə tez-tez ürəyi belə əsir. Bilmirəm nədəndir o elə. Ürək əsməsi döş qəfəsində bir ağrı verirmi? Hərdən verir də belə. Həmişə yox. Bu ağrılar döş qəfəsindən başqa hara yayılır? Kürəyə, qollara vururmu? Hə, biraz qollara vurur belə. Hələ ürəyim tərəfdən də, soldan. Bir də bir dəfiyə nə qədər məsafə qət eləyə bilirsiniz? Yəni, nə qədər yol gedə bilirsiniz? Hə, yol gedəndə biraz təngənəfəs oluram. Mən bir yarım saatsa yol gedə bilirəm. Amma evdə çox vaxt olur, yolda yox, evdə. Sakitlik halında da baş verir artıq. Bəli, o bilinmir də, bilmirəm. Nədən, mən şəkər xəstəsiyəm özümdə. Bilinmir deyəndə ki, siz kardioloji yöndən bir müayinə almısınızmı? Laf çoxdandan nə demək, almamışam. Tamam, bu belə deyək, gərginlik stenokardiyasına daha çox bənzəyir, amma sakitlik halında olduğu üçün artıq 3-cü və 4-cü funksional siniflər ola bilər. Birinci növbədə elektrokardioqrafiya, exokardioqrafiya müayinələrindən keçirdib. Sonra da treadmill test deyilən bir, əgər düşünürəm ki, siz o testi keçə bilməyəcəksiniz, amma əgər EKG-də, EXO-da artıq ciddi bir dəyişikliklər varsa, bir angioqrafiya göstəriş ola bilər. Kardioloq tərəfindən tam müayinədən keçməniz tövsiyə olunur. Bizim redaktorumuz mənə bildirir. Bir tamaşaçımız zəng vurub, amma telefon xəttinə qoşulmayıb. Deməli, onun həyat yoldaşında elə terapevt olaraq sizi izləyərkən sual verdi. İndi bizə izləyirlər, cavabını bizdən xahiş edib. Həyat yoldaşı yemək yedikdən sonra həmən qaytarma məsələsi var, qusma məsələsi var. Yəni, başqa ciddi bir xəstəliyi fonunda heç bir şey yoxdur. Yəni, bu bunda mütəmadi olaraq gedir. Bunun ümumiyyətlə nədir, deyir, adı, müalicəsi varmı, necə edək?
Yemək yeyən hər zaman yemək yeyəndən dərhal sonra qusursa və bu ilk 10-15 dəqiqə ərzində baş verirsə, qida borusuna və mədənin bir stenozuna bağlı olur. Mədənin özünün bir stazına bağlı olur ki, evakuasiyası pozulur. Bu cür pasientlərdə birinci növbədə endoskopik müayinə edilib fibroskopla qida borusu, alt sfinkter, kardial sfinkter və mədənin 12 bağırsağın durumuna baxılır. Bundan sonra müalicə olunur. Birinci növbədə burada evakuasiya problemi var. Yəni mədə və 12 bağırsaq motorikasının problemi və qida borusunun stenozu. Bu stenoz daha ciddi bir məsələ ola bilər. Cərrahi, torakal cərrahiyə gərəkdirə biləcək bir durum ola bilər. Məncə ertələməsinlər. Yəni, bəlkə də hara müraciət edəcəklərini belə bilmirlər. Bəzən insanlar düşdüyü situasiyalardan daha çox belə deyək də bir fayda görə bilmir. Zaman gedir, niyə gedir? Çünki mütəxəssis kimə müraciət etməkdə çətinlik çəkirlər. Elə bizim bugünkü mövzumuzla da bağlı. Əslində o yeməkdən sonra çox vaxt insan yaşlandıqca yeməkdən sonra daha çox həmən yeməkdən sonra ən azı 15 dəqiqə gəzmək lazımdır. Amma bizimkilər nə edirlər? Bizdə bizim mentalitetimiz var da. Yemək yeyən kimi əsasında kişi xeylaqları çay içirlər. Çay olmasa əslində siz necədir? Biz onları qınamıram. Qadın durur bu stolu yığışdırmalıdır, amma kişi neynəsin? Kişi də bu yemək yeyəndən sonra ki, bütün beyin hamısı gedir mədəyə, fikirlər o barədə. Onun beyni yatır beyni də, yuxu aparır onu və bu tünd çay istəyir ki, biraz göy aparsın. Əslində çox böyük səhvdir. Niyə? Yeməkdən həmən sonra, əgər biz çay içiriksə, onun tərkibində olan pektin, yeməklə daxil olan, orqanizmə daxil olan, çox vaxt bu səbəblərdən də olur qan azlığı. Dəmiri özünə birləşdirir, orqanizmdən çıxardır. Sənin yediyin dəmir getdi. Yəni ki, o boyda ətə pul verirsən, onu əziyyət çəkib onu pişirirsən, qidalanırsan, getdi. Sadəcə toxluq hissin olur. Bəli, bəli. Və yaxud da ki, məsələn, çox insan var, deyir ki, mən mütləq yeməyin yanında qatıq yeyirəm. Bu böyük səhvdir. Çünki o kalsiyadır da. Kalsiya da dəmirin inhibitoridir. O da ondan birləşib ağır metala əmələ gətirir. Məsələn, mən kalsiyını mütləq əgər kalsiya yazıramsa, yeməkdən 1 saat sonra yazıram. Çünki əgər kalsiyını yeməklə, çox vaxt kalsiyını yeməkdən sonra yazırlar, amma mən 1 saat sonra yazıram ki, çünki yeməkdən həmən sonra yazanda dəmiri birləşdirir, özünü çıxardır, qan azlığı. Bax, bu ikincili qan azlığı burada əmələ gəlir. Bir də daha çox doktor almadır yeməkdən sonraki mədəni masaj edir kimi özümüzə də bir düstur qoyur. Almalı yeməkdən və dərhal, yeməkdən sonra dərhal alma meyvəsini qabıqla. Bəli. Qabıqlı yeməlidir, amma yeməkdən əvvəl əgər alma yeyirsinizsə, orada hazır vitamin C-ni qoyursunuz, sonra da dəmir gələndə ora, vitamin C-nun sorulmasına kömək eləyir. Bax, belə şey. Bir də ki, biz dolmaya mütləq qatıq-qatıq yeyirik də, düzdür. Bu da böyük bir səhvdir. Çünki dolmanın içində də ətdir, dəmir. Amma qatığın içində də kalsiyadır. Bunlar bir-birinin inhibitoridir. O düzgün deyil. Bu da qan azlığı verir. Varsa o kalsiya. Necə? O kalsiya varsa qatıqda. Qatıqda da kalsiya var. Deyir ki, var. Bir də tünd çayların içilməsi daha çox önərilir ki, Kofe, tünd çay olmaz. Olmaz. Yeməkdən sonra olmaz. Dəmiri neytrallaşdırırlar. Bəli, yeməkdən ən azından 2 saat sonra. Amma yeməkdən sonra bir 15 dəqiqə piyada gəzmək həm həzmi yaxşılaşdırır, metabolizmi düzəldir, həm də ki, qan damar sisteminə kömək eləyir, biraz da ki, arıqladır. Bir də qan azlığından əziyyət çəkənlərdə, doktor, biz özümüzdə xüsusi vannalar tərtib edirik. Ayaqlarımızı saatlarla vannalara qoyulma məsələsi, çox isti bir halda. Bu ümumiyyətlə nədir? Bu əks göstərici varmı? Bəzən deyir ki, çünki qan azlığı insanlarda əlləri və ayaqları həmişə soyuq olur, üşüməyə meyillilik olur və bunlar da fikirləşir ki, isti bir şeyə qoysaq ayağımızı, bizdə qan azlığı gedəcək kimi, əslində bunlar bayaq dediyimiz kimi haradasa kör təbii üsullardır. Effekt alır, amma yanlış bir düşüncədir. Amma ona görə mən istədim ki, doktorların dilini işlədək ki, əslində bu yanlışdır. Hər iki xəttimizdə, telefon xəttimizdə tamaşaçılar gözləyir. Bəli, müvəqqəti olaraq vəziyyəti stabilləşdirir. Eşidək sizi, axşamınız xeyir olsun, buyurun. Alo. Axşamınız xeyir olsun, buyurun. Tamam, həkim, axşamınız xeyir qadanalım. Həkim, mən Göygöl rayonundanam, mən neçə ildir, bax, beləcə panikat xəstəsiyəm. İndi bu son vaxt bir ay ərzində başımda cigərlənmə, yuxudan duranda cigərlənib yıxırlam. Gözümə qaranlıq çökür, ürəyim bulanır, kusan kimi eləyirəm.
Yəni bunu 3-4 kuruş müalicə olunmuşam, neyropatolog getmişəm sinir həkimlərinə. Zaten xeyri yoxdur. Mən elə sizin nömrənizi bu Xoşqədəmdən götürdüm verilişindən. Ona görə sizə müraciət edib sizi narahat elədim. Təşəkkür eləyirik sənginizə görə. Allah sizə şəfa versin. Əslində panik ata. Bugün bizim mövzumuz bəlkə də siz tam olaraq bizi izləməmişsiniz yəqin ki, əvvəldən qan azlığı ilə bağlı danışırıq. Olsun, yenə tamaşaçımızdır. Baş ağrıları var, başında sıxılmalar var. Mən redaktorlarımızdan xahiş eləyəcəm ki, bəli, zəng eləyənlər mövzu ilə bağlı suallarımızı versin. Panik ataqla bağlı bizim nevroloqlar və psixiatr, psixoterapevtlər qonağımız olan zaman sevə-sevə qoşula bilərsiniz və sizi bütün suallarınızı cavablandıraq. Yenə də eyni məsələyə gəlirik ki, panik ataq, nevroloqda müalicəsi, yanlış müalicələr, nəticəsi də bərbad olan gedişatlar. Hər dəfəsində vurğuluyuruq ki, əslində panik atak, əgər diaqnoz düzgün qoyulubsa, yenə də biz bilmirik əslində nədir səbəb, bu psixiatr və psixoterapevt tərəfindən müalicə olunacaq məsələdir. Ayaq üstə durub baş gicəllənmələri bu qan azlığına aid ola biləcək bir durumlardır. Bəli, nevroloji bir aspekti var, adam səndəliyir, baş gicəllənməsi var, B12 yaşında ona imkan verir ki, yəni B12 defisiti deyək. Bir də bu cür xəstələrdə bəzən ola bilir ki, bir vestibulyar aparat problemlərində də dəyişikliklər olur. Yəni onları bir aydılma, amma birinci növbədə qan nümunələrinə baxıb dəyərləndirmək lazımdır. Qan azlığı varmı, yoxmu? Bəzən də bu durumlar yaşlı adamlarda damar divarının zədələnməsi nəticəsində ortostatik hipotenziyalar da verir. İnsan uzanılanla, belə deyək ki, ayaq üstü təzyiqlərinin ən azı 20 mm civə sütunundan daha fərqli olmasıdır. Amma yenə də ona doğru qan analizinin aşkarlanması ona önəmsənilməyib. Siz diaqnoz qoyulub və müalicə olunur. Alır, amma yanaşı olaraq mütləq bunun B12 defisiti, çünki onun şikayətləri göstərir B12 defisiti anemiyası ola bilər. Əgər bu panik atak diaqnozu qoyulubsa, demək ki, orqanik bir zədələnmə yoxdur. Artıq nevroloq özü bir psixoterapevtə yönləndirməlidir pasiyenti. Bəli, bəli. Və orada da ümumiyyətlə insan özündə bir nədəsə bir normal gedişat getmirsə, özünü narahat hiss etməyə başlayırsa, mən elə gəlir ki, birinci ilə qan analiz laboratoriyasını keçməsi çox önəmlidir. Bütün toxumaları qidalandıran qandır. Hər hansı bir gülə su verirsən, inkişaf edir, suyun kəsirsənsə quruyur, düzdür. Hər hansı bir toxumaları qidalandırmasa, o toxumaları istəməsən qaraciyərdə, daxili orqanların hər hansı bir qidalanmazsa, onun xəstəliyi baş verəcək də. Bəli. Telefon xəttində tamaşaçımız varsa, eşidək. Tamam, yenidən qayıdış olanda biz bəzən də bizdən tamaşaçılarımız incir, küsür və dəstəyi atır. Çünki biz burada əslində mövzu ilə də bağlı doktorlar danışarkən anidən kəsib telefon xəttinə qayıtmaq biraz etik deyil deyə. Onlarda da səbirsizlik. Əslində bu səbirsizliyin doktor diaqnozunu mən tapa bilmirəm. Bu hansı xəstəliyə söykənir? Niyə bu qədər təmkinsizlik və səbirsizlik və bu xəstəliyin fonunda ola bilər və əsəb, stres fonunda da yarana bilər, amma müalicənin özü də insanda böyük səbir... Bunun da kökündə qan azlığı ola bilər. Bəli, qan azlığı da ola bilər, deyil mi? Bəli, və bu özü də müalicənin özündə də insanda səbir tələb olunur. Çünki aylara söykənəcək. Məsələn, qan azlığının müalicəsi neçə aylara? 3 il. Hətta illərə söykənəcək müalicədir və bunun üçün böyük səbir və mücadilə. Mən sizə bir şey deyim. Tutaq ki, bir qurumuş quyuya su tökürük və gedirik. Doldururuq ağzına qədər, gedirik. Bir həftədən sonra gəl görürük ki, quruyub. Bəli. Onu bir neçə dəfə biz onu doldurmasaq, o dolmayacaq. Yəni, çünki o depolara depolanmalıdır. Bəli. Tam və müalicəni 3 ilə qədər. Bu ağırlıq dərəcəsinə görə bağlıdır, yaşa görə bağlıdır. Bilirsiniz necədir? Həm ağırlıq dərəcəsinə görə, həm də orqanizmin həm onu düzgün, belə deyək, səliqəli müalicədən də asılıdır, valideyndən də asılıdır, əgər uşaqdırsa. Ya xəstə özüdürsə, ondan da asılıdır. Ümumiyyətlə, ətrafından buna kim kömək edir, bu dərmanları qəbul eləmək, hər şeydən asılıdır. Təsəvvür edin ki, mən heç gözlənilmədən bir şey oldu. Bu yaxınlarda bir ay bundan qabaq bir xəstəm gəldi, 9 aylıq uşaq, 52 qram litr
hemoqlobin. Əslində burada 1 yaşına qədər olan uşaq, hətta yaş yarımada 50 qram litrdən biraz yuxarı olsa belə ona qan köçürmə göstərişdir. Amma nədənsə mən ona qan vurmadım. Onu bir sabahda bir həkim göndərmişdi mənə. Dedim gəlin belə eləyək. Bir 10 gündən sonra gəl. Əgər dinamika olmasa yaxşılığa, yaxşılaşmaya doğru da, onda mən sənə qan vuraram. Amma mən qan vurmağın tərəfdarı deyirəm. Təsəvvür ki 52 qram litr 10 günə oldu 102 qram litr. Amma onu sonra biraz artıq dayanmaq, saxlayıcı terapiyaya kimi bir müddət eləmək lazımdır. Tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Alo, axşamınız xeyir. Axşamınız xeyir. Həkimi də sizdə salamlayıram. Mən qan azlığı var mənim nəvəmdə. 6 yaşı var. Ona həkim D vitamini yazıb, amma qatıqla yazıb. İndi baxıram siz deyirsiniz ki, qatıqla D bir-birinə uyğun gəlmir. Onu bilmək istəyirdim ki, bəs bu D vitamini nəyinə versək uşağa daha yaxşı təsir eləyər? Mən cavablandırım onu. Təşəkkür edirik. Deməli, biz D vitamini demədik, biz dəmir dedik. D vitamini qatıqla birgə vermək çox düzgündür. Çünki qatığın tərkibində kalsidir. D vitamini də elə kalsinin sorulması üçündür. Çox gözəl bir taktikası olub bu həkimin, sağ olsun. Yəni ki, D vitamini yazıb, yanında da qatıq yazıb ki, daha çox kalsinin sorulsun. Bəli, amma bizim dediyimiz dəmirə aiddir. Yəni dəmirlə vitamin bəli, dəmirin yanında kalsi vermək olmaz. Amma məsələ ondadır ki, bəzən görürsünüz ki, bu gəlir xəstə həm dəmiri aşağıdır, həm D vitamini aşağıdır, həm kalsisi aşağıdır. Bunun hamısını bir yerdə müalicə yazır. Bu düzgün deyil. Ayrıca dəmir yazılmalıdır, yanında vitamin yazılmalıdır, fol turşusu yazılmalıdır və başqa bir kursda artıq D vitamini, kalsi yazılmalıdır. O həkim çox düzgün bir hərəkət edir. Bəli, arxayınlıqla, rahatlıqla övladınıza verin. İnşallah Allah şəfasını versin. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Hər kəs eyni zamanda zəng vurur və yetərincə, hətta təbii ki, biz mesajları və səs göndərmələrini efirdə səsləndirməyəcəyik. Konkret suallarla efirə əlaqə saxlamağa çalışsınlar. Efir xəttimizdə problemlər yaşanır. Tamam, biz davam eləyək. Demək, tamam, bərpa oldusa eşidək. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir olsun. Efirə qoşursunuz həkimə? Bəli, canlı efirdəsiz, eşidək sizi, buyurun. Aha. Axşamınız xeyir, Axşamınız xeyir olsun. Salamlayıram sizi. Mən də 4 ildir qan azlığına əziyyət çəkirəm. Qan institutunda analiz verdim, heç bir problem çıxmadı. Ancaq dəmir dedi, çatışmamazlığı var. Dəmir çatışmamazlığı. Bəli. 4 Yəni ildir. var, sizdə bunu müalicə eləmədilər mi, yoxsa necə? Yox, sistem 3 ildir, 4 ildir sistem vurdururam. Bütün iynə dərmandan hamısından nə həkim yazır, müalicə alıram. Ancaq belə çox ürək döyünmə var, əyilirəm, qalxıram, ürəyim başlayır əsməyə. Heç bir, məsələn, yeriyirəm, biraz yoruluram. Dəmir çatışmamazlığından əziyyət çəkir. 4 ildir qan azlığı və sistemlərlə müalicə metodu doktor. Yəni sistemlərdən də lazda bilmirik nədir. Ola bilər dəmir preparatlarına verən daxili inyeksiyon şəkildə yazıblar, sonradan tabletə keçirtməyiblər və yaxud keçirdiblər, indi bilmirik. Yanaşı digər xəstəliklər də, yəni ürək döyüntüsünü verə biləcək durumlar və daha az vitamin D-nin çatışmazlığı da ola bilir, ürək çatışmazlığı da ola bilir. Yaş etibarıyla da, amma 4 ilə bağlı birinci növbədə hər hansı bir düzgün taktika yoxdur. Vaxtında səliqəli olaraq həkimə getməyib. Məncə də. Əslində o dediyi ki, sistem şəklində, yəqin ki, dəmir preparatını əgər o qan köçürmə institutunda eləyibsə, orada gematoloqlar, çox savadlı gematoloqlar da, onlar buna getmirlər. Triferi çox vaxt digər terapevtlər bu işlə məşğuldur, yəni triferi vena daxilinə daxil vururlar sistem şəklində. Gematoloqlar çox buna getmirlər, çünki o düzgün deyil, yəni düzgün bir müalicə deyil. Əslində, dəmirin orqanizmə daxil olması üçün, normal daxil çünki peroz şəklində daxil olmalıdır, mədə bağırsaq traktından sorulmalıdır bir dəfə, birbaşa vena daxilində düzgün deyil.
Belə olanda düzdür, onu o vaxt eləmək olar ki, onun mədə bağırsağında əgər problem varsa, sorulma problemi varsa, onu eləmək olar, amma bir dəfə, 2 dəfə, amma 4 il daimi o triferlə vena daxilində düzgün deyil. Çünki o 3 günə qalxa bilər, bir həftədən sonra yenə düşəcək aşağı. Demək ki, düzgün Həm də müalicə şok getməyib vermə ehtimalı və yaxud da müraciət var. etdiyi mütəxəssis düzgün seçilməyib. Çünki Yox, əgər gematologiya institutuna daxil qəbul olubsa, gematologiya institutundakılar hamısı mütəxəssisdirlər. Sadəcə olaraq ola bilsin ki, səliqəli surətdə gedib gəlmir. Yəni ki, müraciət eləmir. Pasientin özünün kontrollu şəkildə gedib, sonradan vaxtında həkimin nəzarətində olub, yazılan müalicələri deyildiyi kimi qəbul olunması da biraz fərqli olur. Məsələn, əməliyyat öncəsi bir durumdursa, sürətli bir qaldırmaq ehtiyacı varsa, müəyyən bir ven daxili inyeksiyalara ehtiyac ola bilər və bunların istifadəsi də bugünkü praktikada istifadə olunur. Amma burada doktorun qeyd elədiyi ki, mədə-bağırsaq traktında da bir problemlər olmalıdır ki, sorun. Amma bu xəstə tam araşdırılmamış bir xəstə olduğu üçün konkret bir şey demək də düzgün çıxmaz. Yəni 4 il müddətində bəli, bu əslində özü bunun kökündə bir şübhəli yatır ki, hardasa yanlışlıq var. Ola bilsin ki, başqa bir xəstəlikdən əziyyət çəkir, getdiyi ünvan düzgün seçilməyib, o da ola bilər. Bəli, tamaşaçımızı da eşidək, sonuncu tamaşaçımız artıq efirimiz yekunlaşır. Axşamınız xeyir olsun, buyurun. Tamam, artıq qoşa bilmiriksə biz danışaq, çünki efirin bitməsinə 3 dəqiqəmiz qaldı. Aha, eşidək sizi. Axşamınız xeyir olsun, buyurun. Çünki tamaşaçılarımız artıq çox sayılı ala bilməyəcəyik. Bu bizim... Eşidirsinizsə bizi, eşidək sizi. Bəli, buyurun, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Buyurun, eşidək sizi. Nəzərə alaq ki, efirimizin bitməsinə az qalıb. Doktor, uşağın 9 oxuyur. Əlləri ağarır, keyir. Sağ ələ. Nəvənizlə bağlı. Əlləri ağarır və keyir. Hə, əlləri ağarır, keyir. 9 oxuyur uşağın. Elə bir sağ əli, barmaqları ağarır, keyir. Bu kim olur ələ? Dəmir döşüsü ola bilər. Barmaq falanqalarında olur, o yoxsa əlin hamısında olur? Yox, elə barmaqlarında da, ancaq barmaqlarında. Məncə də Reynadır. Soyuq suya vurub eləyəndə daha da artırmı bu ağrılar, keymələr? Yox, soğuq suya yox, elə soğuqda olanda sağ əli elə olur. Soyuqda daha çox. Bu Reyno sindromu daha çox ola bilər. Çünki orada o Birləşmiş Qablar Qanunu formasında onlar yavaş-yavaş orada damarlarda quruma gedir. Onu eksperimentalində yoxlamaq lazımdır. Mütləq. Amma qan azlığı ilə də ola bilər. Bəlkə sadəcə olaraq əlləri soyur, bunu belə, amma onu araşdırmaq lazımdır. Bu pasiyent birincilik yaşa görə pediatr müayinəsində olmalıdır. Tam araşdırılandan sonra ya revmatoloq, ya hematoloq tərəfindən. İkisi tərəfdən müayinə olunmalıdır. Əgər 15 yaşında fəsad varsa, demək ki, gecikməmiş. Çox az gecikməmiş. olar, 15 yaşında olur, amma əsas böyük insanlardır. Ola bilsin ki, qan azlığı da var. Son olaraq artıq dəqiqə yarımız qaldı. Qısaca olaraq, ümumiyyətlə qan azlığı ilə bağlı, doktor, neçə yaşında konkret biz olmadı bir problemimiz? Neçə yaşdan artıq uşaqlarımızı bunun müayinəsini aparmalıyıq və ilk olaraq nəyi yoxlatmalıyıq? Tutaq ki, uşaq artıq bir bəlirli bir yaşda. Uşaq, belə deyək ki, orqanizmi, mən indi terapeutəm, mənim üçün daha çox 17 yaşın üstündə olan bir pasientlərin müalicəsinə məşğul olaram, amma uşaq böyüyən bir orqanizm olduğu üçün ildə bir dəfə ən azından check-up müayinələrdən keçməlidir və bu check-up müayinələri nəticəsində artıq bu və yaxud digər xəstəlikləri şübhə varsa, qan xəstəliklərdə həmçinin bunun uyğun mütəxəssisi ilə konsultasiyası olunmalıdır. Olmalıdır. Doktor, məsələn, qan... Əsasən uşaqlarla məşğul oluram deyə. Deməli, biz hər bir xəstəliyin üzərində, hər bir səbəbin üzərində durduq. Qurd invaziyasının üzərində durmadı. Çünki ümumi xəstəliklərdən danışır. Uşaqlarda əsasən səbəb qurd invaziyalarıdır. Ona görə demək olar ki, 2 yaşından sonra qurd invaziyaları yoxlanmalıdır. Amma əsasən yaxşı olar ki, 6 ayından sonra, bəlkə bu uşaqda talasemiya var. Talasemiya daşıyıcısı var. Biz artıq 6 ayından onu biz dəqiqləşdirə bilirik ki, talasemiya xəstəliyi var, yoxsa yoxdur. Talasemiyadır, yoxsa dəmir defisit anemiyadır. Son zamanlar mən baxıram ki, mənə pediatrlardan gəlir qanun ümumi analizində, əvvəllər belə bu qədər deyildi.
Yəni bu qədər belə maarifli deyildilər. Son zamanlar baxıram ki, onlar talasemiya daşıyıcısını artıq qanun ümumi analizindən ayırd eləyə bilirlər, göndərirlər gematoloqa. Ancaq burada bir şey var. Əgər bu adamın tutaq ki, biz şübhələnirik qanun ümumi analizindəki talasemiya daşıyıcısı var, orada biz dəmir yoxlanmalıdır birinci növbədə. Dəmir əgər aşağıdırsa, müalicə olunub normaya qalxmalıdır, ondan sonra talasemiya yoxlanmalıdır. Yəni körpə yaşımızdan 6 aylığından 6 belə ayından yoxlanmağımızda böyük bir fayda var. Əgər Amma 2 yetkinlik yaşından da yaşıdırsa, qurd invaziyası yoxlanmalıdır. Bəli. 2 yaşdan da bu müalicələr və eyni zamanda check-up müayinəni də artıq yetkinlik yaşında belə. Əslində, yəni hardasa belə deyək də, ildə bir dəfə yoxlanış və yaxud da 6 aydan bir yoxlanış insan orqanizmi və özümüz üçün faydalı olan bir gedişatdır ki, sonradan ciddi fəsadlarla üzləşməyək deyək. Bugünlük bu qədər. Hər kəsə sağlam can və sağlam düşüncə arzulayırıq. Artıq həftəmizdə bitdi. Gələn həftə ilk günü görüşmək ümidi ilə. Salamat qalın, gecəniz xeyrə qalsın.